Dostum bugünkü vloqumu səsləndirəcək. Hər kəsə salam. Bu gün 20 illik dostumun Gürcüstan vloqunu mən səsləndirəcəm. Çox xahiş elədim. Mən də qəlbinə dəymədim. Burada dilənçi kimi sədaqə verir deyəsən. Burada isə kökü saraylara dayanan dostum şəlalənin qırağında poz verir. Təbiət mənzərəsini sevir. Bura Gürcüstandır və qeyd eləyir ki, Gürcüstan yəni qiymət cəhətdən çox sərfəlidir. Kimin ürəyi istəyirsə gedə bilər. Belə bir şəkillərdə çəkib çox gözəl video və şəkil kadrları var. Və burada da yenidən poz verir. Kiməsə verib telefonu məni çək, amma heç kəs də onu yaxşı çəkməyib həmişəki kimi. Çünki ən yaxşı şəkil çəkən odur. Gürcüstanın bayrağını görürük hal-hazırda və bütün günü Bakıda pulsuzluqdan ağlayan dostum gedib Gürcüstana çıxıb və taksiyə minib. Hətta bu insan taksidə belə şəhəri gəzib. Bura isə tarixi yerlərdən biridir məncə. Amma bura gördüyüm qədərilə digər videolardan da görünür ki, çox maraqlı yerə oxşur. Burada da yəni deyir ki, mən Gürcüstandayım, qudurmuşam, heç kəsə saymıram. Açqısını da salıb gözünə. Burada həmin ki yerdə səhv etmirəmsə və çox maraqlı yerə oxşur. Bilmirəm harada, amma ki yaxşıdır. Və gəmi gəzintisi gözəldir və belə bir videolarda çəkib özünü göstərir. Belə şəkilləri də var. Eyni ilə bu oğlan kimdir bilmirəm. Buradan mən içində bir matərli qəpiyə bir maqnit almışdı. Böyük bir karobkaya qoyub mən də elə biləm içində dəyərli hədiyyə var. Burada kilsəyə oxşasa da bilməm harada. Sağ olun.